Deputat Günay Ağamalının efirdən Uşaq Pulu haqqında səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. Onun məntiqinə görə uşaq pulu bərpa edilsə, bu ailələrdə tənbəllik yaradar, dövlətə arxayınlıq çoxalar və s. Məsələ ilə bağlı Qlobal Infoza danışan sosioloq Mayıl Yaqub bildirib ki, deputatın yanaşması tamamilə yanlışdır. Stat: Bu məntiqlə yanaşsaq, yüksək gəlirli insanlar ən tənbəl şəxslər olmalı idilər. Halbuki, reallıq tam əksini göstərir. Gəliri yüksək olan insanların əksəriyyəti daha çox çalışan, daha aktiv və təşəbbüskar şəxslərdir. Buna görə də uşaq pulu insanları tənbəlləşdirir arqumenti nə iqtisadi, nə də sosial baxımdan ciddi əsaslara söykənir. Ekspert deyib ki, parlamentdə çoxuşaqlı ailə modelində minimum uşaq sayının 5-dən 3-ə endirilməsi ilə bağlı müzakirələr aparılır və bu müsbət addımdır. Belə təşviq mexanizmləri ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər. Uşaq pulu da həmin sosial siyasətin əsas elementlərindən biridir. Statın sonu. Qlobal Info xatırladır ki, Günay Ağamalı deputat mandatına sahibləndikdən sonra cəmiyyətə faydalı, vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bir təkliflə çıxış etməyib. Əksinə, onun vaxtaşırı bu cür qalmaqallı fikirləri cəmiyyəti daha da qıcıqlandırır və hökumətdən narazı salır. İnsanlar haqlı olaraq soruşur. Belə birinin Milli Məclis kimi mötəbər bir qurumda nə işi var? Aldığı yüksək maaşı haqq edirmi? Deputat kimi göstərdiyi fəaliyyətlə hər ay aldığı məvacib niyə bu qədər tərs mütənasibdir? Bir sual da biz verək. Təxribatçı fikirlər söylədiyi və cəmiyyətdə qarşıdurma yaratmağa təşəbbüs göstərdiyi üçün Günay Ağamalı deputat mandatından məhrum edilə bilərmi? Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.